Son illər Ağcabədi rayonunda kənd təsərrüfatı və meliorasiya sahəsində mühüm işlər görülüb. Bu işlər Daxili Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilir. İdarənin əsas vəzifəsi əhalini həm içməli su ilə, həm də kənd təsərrüfatı ilə məşğul olan sakinləri dayanıqlı suvarma suyu ilə təmin etmək, mövcud su ehtiyatlarından səmərəli istifadə etməkdir. İdarə tərəfindən suvarma şəbəkələri, kollektor drenaj sistemləri işlək vəziyyətdə saxlanılır. Hidrotexniki qurğular qorunur və nasos stansiyaların fasiləsiz fəaliyyəti təmin edilir. Suvarma kanalları müddətli olaraq lildən və çöküntülərdən təmizlənir. Bununla yanaşı torpaqlarda şoranlaşma təhlükəsini aradan qaldırmaq məqsədi ilə kollektor drenaj şəbəkələrində də təmizlənmə işləri görülür. Rayonumuzun əsas su mənbəyi Qarabağ suvarma kanalı, Araz çayından su götürən Yeni Xanqızı və Yuxarı Mil kanalı, Kür çayı və Subartısan quyularıdır. İdarə olaraq 1649 kilometr suvarma kanalı, 1663 kilometr kollektor drenaj şəbəkəsi, 2245 ədəd hidrotexniki qurğu, 1077 ədəd Subartısan quyularının istismarı və təmirini həyata keçirməklə 75147 hektar ərazini suvarma suyu ilə təmin edirik. 2025-ci ildə rayon ərazisində kütləvi meliorativ tədbirlər həyata keçirilmişdir. Ümumilikdə 2025-ci il ərzində görülən işlər rayon üzrə suvarma təminatının sabitliyinə, məhsuldarlığın artırılmasına və meliorasiya sistemlərinin etibarlı istismarına xidmət edib. İdarə tərəfindən 2025-ci il ərzində kənd təsərrüfat sahələrinin su təminatı tam nəzərdə saxlanılıb. 11798 hektar pambıq sahəsi, arat və 4 dəfə vegetasiya suvarması ilə təmin edilib. 2026-cı ildə taxıl sahələri daha da artaraq 28385 hektara çatıb. Rayonumuzda Cənab Prezident ümumiyyətlə Respublikada apardığı islahatı, kənd təsərrüfatında islahatlarla bağlı çox mübdüt şərait yaranıb. Fermer təşkilatlarına, torpağın əkin biçininə, biz pambıq əkirik, yonca əkirəm mən, arpa. Çörəyimiz ondan çıxır da dolanışacağımız bizim torpaqdan çıxır. Amma son 2 ildir bu su sistemləri çox rahat olub. Digər yerlərə baxan yerdə həmin suyun növbələşməsi çox qanuni və güzəşsizdir. Yəni əvvəllər kimsə kiminsə qabaq, kimsə kimdənsə sonra hamısı qaydasındadır və eyni zamanda kollektor kanalları təmizlənməsi çox intensiv sürətdə gedir rayonda. Yəni hara baxırsınız texnik işləyir, hara baxırsınız təmizlik gedir. Gələn suların təmizliyi özü çox gözəl yüksək səviyyədədir. Düşünürəm ki, bu həmin məhsuldarlığı artıracaq bu ildə. Həmin fermerlərin özlərinə çox rahatçılıqdır. Ağcabədi rayonunda ötən il 526 ədəd subartizan quyusu, 105 ədəd hidrotexniki qurğu, 5 ədəd mülki istehsalat binası, 7 ədəd nasos stansiya və 3400 metr uzunluğunda boru xətti təmir edilib. Eyni zamanda su sərfi azalmış və təmir bərpaya ehtiyacı olan 39 ədəd subartizan quyusu əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb. Qarabağ suvarma kanalında Hindarx nasos stansiyasına 720 mm diametrli təzyiqli boru xəttinin 550 metrlik hissəsi yenisi ilə əvəz edilib. Bütün rayonlarında, ümumiyyətlə ölkə ərazisində olduğu kimi Ağcabədi ərazisində də subartısan quyularının məhsuldarlığı ildən ilə azalmaqdadır. Bu da əhalimizin suya olan ehtiyacında bir çox çətinliklər yaradır. Bu çətinliklərin aradan qaldırması üçün rəhbərliyimizin diqqət və qayğısı sayəsində 2025-ci ildə Ağcabədi rayonunda 39 subartısan quyusunda əsaslı təmir bərpa işləri görülməsi planlaşdırılmış. İşlər artıq yekunlaşmaq üzrədir. Gördüyünüz kimi bu qazılan 39 quyudan 38-cidir. Növbəti quyu qazıldıqdan sonra tamamlama işləri aparılacaq. Bu işlər bitdikdən sonra sudan əziyyət çəkən əhalimizin suya əlçatanlığı daha da güclənəcəkdir. Qeyd edək ki, idarə tərəfindən Qarqarça yatağından keçən 530 mm-lik magistral içməli su xəttinin alt hissəsində olan torpaq qatının sel suları nəticəsində yuyulmuş hissəsinin bərkidilməsi işləri həyata keçirilir.